Salam əziz şagirdlər. Deməli, bugün 5 aprel kursa qəbul olan 10 sinif şagirdlərinin riyaziyyat suallarını izah edirəm. Başlayırıq birinci sualımızda. Deməli, birinci sualda verib ki, kök altında 12 çıx 3 ədədinin kəsr hissəsini tapın. Biz demişdik, kəsr hissəsini tapanda qaydamız belə idi. Ədədin özündən tam hissəni çıxırıq. Bunun üçün birinci ədədin tam hissəsini tapmalıyıq. Birinci tam hissəni təyin edək. Kök altında 12-dən təqribi çıxır 3,46 çıx 3. Bu da bizə verir 0,46 təqrib. Deməli, bunun tam hissəsi 0 tamdır. Kəsr hissələr əgər tam hissə 0-dırsa, kəsr hissə özünə bərabərdir. Çünki kökətdə 12 çıx 3-dən 0 çıxanda elə özü qalır. Ona görə düzgün cavabımız olur A variantı. 52-yə baxırıq. 160-dan kiçik və 160 ilə qarşılıqlı sayda olan ədədlərin sayını tapın deyir. Bunun üçün bizim düsturumuz var idi. Birinci 160-ı sayda vurğularına ayırırıq. 2-yə 80, 2-yə 40, 2-yə 20, 2-yə 10, 2, 5, 5, 1. Sonra yazırıq 160 vur, 1 çıx, 1 vuruğun tərsi 2-də 1, 1 vuruğun tərsi 5-də 1. 160 vur, 2-də 1, vur 5-də 4. 2 ilə 5 10 eləyir, bu sıfırdan getdi. 16-nı da vuruq 4-ə alırıq 64. Cavabımız olur C variantı 64. 50-ci suala baxırıq. 9x üstü n plus 10 vurcıq 2x üstü 2n üstü 5 çoxalsın dərəcəsi 70 olarsa n tapın. Dərəcə 70-ə bərabərdirsə, onda burada dərəcəni tapmaq üçün yazırıq ki, n plus 10 vur 5 çoxaldıqdan üstü çox olan götürməliyik deyə. N plus 10'u götürürük. Vur 5 bərabər də 70. N plus 10 bərabərdir 14. N də bərabərdir 4. N soruşurdu, oldu. Düzgün cavabımız Y variantı 4. Baxırıq indi 54-cü suala. 54-cü sualda verilib ki, deməli, tənliyin A-nın hansı qiymətinin 2 bərabər kökü var. Burada da yenə bizim qaydamız var idi. Kvadrat tənliklərin o zaman 2 bərabər kökü olurdu ki, diskriminantı 0-a bərabər olarsa. Buradan diskriminantı düsturun yazsaq, B kvadratı çıx 4A sed. Buradan da yazırıq A kvadratı çıx 32 bərabərdir 0-a. A kvadratı bərabərdir 32-yə. A bərabərdir plus minus kök altında 32. A da bərabərdir plus minus 32-ni də yazsaq 16 vur 2. O da deyir 4 kök altında 2. Düzgün cavabımız olur Y variantı. Baxırıq indi 55-ci suala. 55-ci sualda modulun içərisindən özü çıxırsa, deməli deyirik ki, modulun içərisi müsbətdir. Amma əksi çıxarsa, digər 2 mənfi. Onda buradan yazırıq ki, özü çıxdığı üçün müsbət olur. X kvadratı çıx 7x plus 12 böyük bərabər olmalı 0-dan. 0 özü də ola bilər. Bunun kökləri 3 ilə 4 olur. Vuruqlarını ayırsaq x minus 3, x minus 4 böyük bərabər 0-dan. İntervalda qeyd edirik. 3 ilə 4. 5 versək müsbət. 3 onda 5 versək mənfi müsbət. Bizə böyük həllər lazım olduğu üçün mənfi sonsuzluq 3 daxil. Birləşmə 4 müsbət sonsuzluq. Burada düzgün cavabımız olur C variantı. Baxırıq növbəti 56-cı suala. Deməli, tənlər sistemin yeganə həlli varsa, deyir deməli. Aparmentdən çıxmaq tənlər sistemin yeganə həlli varsa, AX plus 4x bərabərdir mənfi 1, 9x plus 12x bərabərdir 3 tənliyini deməli tapmalı. Aynı hansı qiymətlə. Yeganə həllin qaydası belə idi ki, A1 böl A2 fərqlidir B1 böl B2-dən. Biz də burada yazırıq A böl 9 fərqli olmalıdır 4 böl 12-dən. Yəni 3-də 1-dən. Bunu çarpazı işləsək, 3A fərqlidir 9-dan, A da fərqlidir 3-dən. O da olur B variantı. 57-ci suala baxırıq. Deməli, düzbucaqlı trapesiyada nə edirik? Birinci buradan verib ki, ABC bura 120 dərəcədir. Bura 120-dirsə, onda bura olur 60. Çünki trapesiyanın bir tərəfə bitişik bucaqların cəmi 180-dir. Buradan bura bir hündürlük endiririk.
Bununla bu bərabər olur. İndi burada bizə bir AB bərabərdir B isə 2-dir. Bura yazdıq 2, bura 2. Bura 90-dırsa, bura 30, 60-dırsa, bura 30 olur. 30 dərəcə buza qarşı kare tipi tonuzun yarısıdır. Bura 2-dirsə, onda bura qalır 1. Burada bura bərabərdir 2. Bizdən soruşur AD-ni. AD də 1-lə 2-ci zərbi 3. 58-ci suala baxırıq. Deməli, şərti bizə verib çoxluğuna bağlı. Burada bizə NA bərabərdir 2MV. Bir də olarsa NA bizdən soruşur. Bunun üçün deməli nə edirik? Birinci yazırıq ki, N A fərq B deməli bərabərdir. N A fərq B tapanda N-dan çıxmalıyıq. N A ilə B-nin kəsişməsi. N B fərq A bərabərdir. MB-dən çıxmalıyıq. N A ilə B-nin kəsişməsi. Sonra gətirib bunu burada yerinə qoysaq, bizə veriləndə burada bunu yazaq yerinə, bunu yazaq yerinə, eyni bunlar. Onda belə olur. NA çıx NA kəsişmə B çıx NB çıx NA kəsişmə B bərabərdir 5-ə. Bunu atsaq buradan. NA çıx NA kəsişmə B çıx NB üstə gəl NA kəsişmə B bərabərdir 5-ə. NA kəsişmə B-lər buradan gedir. NA çıx NB bərabər olur 5-ə. Bunu yazdıq. NA da bizə vermiş də yerinə yaza bilərik də 2MB. Onda 2MB çıxılsın MB bərabərdir 5-ə. Buradan da MB bərabər olur elə 5-ə. 1MB. NA da bərabər olur 2M5-i daxı. 2 vur 5, o da bərabərdir 10. Bizdən NA-nı soruşduğu üçün elə tapdıq. NA da oldu 10. Düzgün cavabımız D variantı. Həll 9-cu suala baxırıq. Demək, bizdən soruşur ki, bərabərsizliyini həll edin. Bərabərsizliyin həll etmək üçün birinci köklərini tapmalıyıq. Deməli, birincinin kökü olur x kubu üstə gəl 8 bərabər 0, x kubu bərabərdir -8, x bərabərdir -2. Bir də 2x çıx 6 bərabərdir 0, 2x bərabərdir 6, x bərabərdir 3. Demək, köklərimiz oldu -2, 3. Qeyd elədik. 3-dən böyük versək müsbət, mənfi, müsbət. Bizə kiçik aralıq lazım oldusa mənfi aralığı götürürük. Ona görə düzgün cavabımız olur -2, 3. A variantı. 60-cı suala baxırıq. 60-cı suala deyir ki, tənyin köklərinin kvadratları cəmini tapın. Bunu deməli biz müxtəsərən işləyək. Tənyin köklərin kvadratları cəmi, yəni x1-in kvadratı üstə gəl x2-nin kvadratı. O da bizə x1 plus x2 əlavə düsturla yazsaq kvadratı çıx 2x1 x2 verir. Qeydətə görə buradan təyin eləsək x1 plus x2 3-ün əksi olur -3. x1 vur x2 bərabər olur -1-ə. Gətirib yerinə qoyacaq -3-ün kvadratı -2 -1 buranda müsbət 2. O da 9 plus 2 eləyir 11. Cavabımız C variantı 11. Deməli, baxırıq 61-ci sualın izahına. 61-ci sualda deməli, birinci deyirik, əvəz etmə eləyəcək. Aşağıdan y tapsaq, y bərabərdir 2x çıx 5 olur. Gətirib yuxarıda yerdə yazsaq, x kvadratı üstə gəl 3x vur 2x çıx 5 üstə gəl 2x çıx 5 bağlı kvadratı bərabərdir 19. Buradan alırıq ki, deməli, x-in kvadratı üstə gəl 6x-in kvadratı çıx 15x üstə gəl 4x-in kvadratı çıx 22x üstə gəl 25 bərabərdir 19-a.
Sadələşdirsək 11x-in kvadratı çıx 35x üstəgəl 25 bərabərdir 19-a. Buranın 11x-in kvadratı çıx 35x plus 6 bərabər 0-a. Diskriminantı tapsaq, mənfi 35-in kvadratı 1225 çıx 264 bərabər 961. Bunun da 31 çıxır. X1'imiz olur 35 üstəgəl 31 bölü 22. 66 bölü 22 belədir 3. X2'miz olur 35 çıx 31 bölü 22. O da 4 bölü 22. 2 bölü 11 olur. Burada y tapıb yerinə yazsaq, x 3 götürək. Bununla işləyəcək. X olacaq 3. Onda y olacaq 2 vur 3 çıx 5. Bu da 1. Deməli, x-imiz oldu 100, y-imiz oldu 1. 3'ü də 1'ə böləndə 3. Düzgün cavabımız olur B variantı. Baxıraq indi deməli. Növbəti suala, 62-ci suala. Bunu silək. Deməli, şəkildən qaydamız belə idi ki, burada olmalıdır. Deməli, xaricdə qalan hissələrin cəmi ilə daxili qalan cəminə. Yəni 40 üstəgəl 18 üstəgəl x bərabərdir 45-in 35-in cəminə. Bu da bizə verir 58 plus x bərabər 80-ə, x də bərabərdir 22-yə. Düzgün cavabımız olur B variantı 22. Baxırıq növbəti sualımıza. Dəqiqə. Üçüncü sual. İfadələrin böyük qiymətini tapın deyəndə bunun üçün düsturumuz var idi bizim. N və ya y0 bərabərdir 4ac çıx b kvadratı bölü 4a-dır. Buradan da yerinə yazsaq 4 vur mənfi 3 vur 2 çıx 16 böl mənfi 12. Bu da bizə verir mənfi 40 böl mənfi 12. İxtisar eləsək 10 böl 3 ödədir 3 tam 3'də 1. O da olur B variantı. Növbəti suala baxırıq. 64-cü suala. Burada deməli sürət məxrəci 3k kvadratı bölü k ayırırıq 7k bölü k plus 12 bölü k. Buradan olur 3k plus 7 plus 12 bölü k. Bunlar olsun naturaldır. Biz 12 bölü k'ya baxmalıyıq. 12 bölü k'nın natural olması üçün k 12'nin bölənləri olmalıdır. K ola bilər 1, 2, 3, 4, 6, bir də 12'nin özü. Bunların cəmini istəyir bizə. Bu da 28. Bu asan suallardan biridir. Kök altına 16'dan 4 çıxır. 29'dan 4 çıxırıq 25, 5. 31'dən 5 topluruq 36. Onda çıxır 6. Sonra 66-cı suala baxırıq. Burada qruplaşdırma edirik. Belə yazırıq. X kubu çıx 1 bölü x kubun bir qruplaşdırırıq. Bir də x kvadratı plus 1 bölü x kvadratını bir qruplaşdırırıq. Sonra bunları əlavə müxtəsər düsturlarından yazırıq. Kubun yerinə yaza bilərik ki, x1 çıx x-də 1'in kubu üstəgəl 3 vur x minus x-də 1 kvadratına yerinə yaza bilərik ki, deməli x minus 1 bölü x-in kvadratı üstəgəl 2. Gətirib yerinə yazsaq, x minus x 1 bölü x bizə 3 verib. 3'ün kubu eləyəcək, deməli, x bizə 3 verib. 3'ün burada yerinə qoyuruq, kubunu alırıq. 27 üstəgəl 3 vur 3 üstəgəl 3'ün kvadratı üstəgəl 2. Buraya elədi 27, 36. Buraya elədi 11. Toplayanda 47. O da Y variantı.
Sonra 67-ci suala baxırıq. Deyir 10% 24 olan ədəd. 24'ü vururuq 10'a, bölürük 100'ə. Daha doğrusu 10%. 24'ü vururuq 100'ə, bölürük 10'a. O da bizə verir 240. Bir də 240'ın 45%'ini tapırıq. Vururuq 45'ə, bölürük 100'ə. O da edir 108. Bu C variantı. 68-ci suala baxırıq. Biz demişik ki, əgər modullu ifadələr sıfıra bərabərdirsə, onlar tək-tək sıfıra bərabər etməliyik. Çünki modulda mənfi çıxa bilmir. X sıx 2 bərabərdir 0. Y üstəgəl 4 bərabər 0. X olur 2, Y olur mənfi 4. 2'ni də mənfi 4'ə vuranda mənfi 8. Orada olur B variantı. Keçək 69-cu suala. Deməli, 69-cu sualda 13 sıx 4 kökdə 10 verib bizə. Mən demişdim ki, bu kimi ifadələrdə nə edirik deməli? Parçalama eləməliyik. Bilək ki, nəyinsə bağlı kvadratıdır ya yox. Bunu bu cür edirik. 13 sıx 4 kökdə 10'dursa 4 kökdə 10'u nöqtəsinə görə parçalayırıq. 2 düsturun ikisidir. Burada qalır deməli. 2-ci götürəndən sonra 2, bir də qalır kökdə 10. Bu ifadə də bizə deməli kökdə 2 elə bir kökdə 10'da parçalasaq belə yazarıq. Kökdə 2 ilə kökdə 5 yazarıq. Bu ifadə də bizə 2 kökdə 2 çıx 5'in bağlı kvadratını verir. Yəni 2 kökdə 2 də belə yaza bilərik də, yəni 2 kökdə 5'i. Kökdə 8, 2 kökdə 2'ni kökdə 8 kimi də yaza bilərik. Bunu yazarıq kökdə 8 çıx kökdə 5'in bağlı kvadratı. Digəri də olacaq kökdə 8 üstəgəl kökdə 5'in bağlı kvadratı. Burada modulda kökdə 8 sıx kökdə 5 çıxır. Burada modulda kökdə 8 üstəgəl kökdə 5 çıxır. Bu olduğu kimi çıxır. Çünki müsbətdir. Bu da olduğu kimi çıxır. Çıxan səs işarələri dəyişir. Kökdə 8'lər burada ixtisar olur. Qalır mənfi 2 kökdə 5. O da olur D variantı. Şimdi baxırıq 70-ci suala. Anlamalı bir sualdır. 70-ci sual. Şu bıçağı burada çəkək. Bura A, B, C, B'm. Düz bıçaq qoyub. Buranın 6 verib, buranın 4 verib. B'm bizdən soruşur, X yazır. Bərabər yanlış bıçaqdır. Təbədən bilənlərə hündürlük yeniləyirəm. Bərabər yanlış bıçaq, təbədən yenə hündürlük, median tənbələndir. Ümumi isə 10 olduğu üçün bunu 5-5 böləcək. 5 bura olmalıdır, 5 bura. Bura 6 olsun, bura 1 qalır. 1 ilə 4 də 5 edir. Sonra birdən düz bıçaq təbəsini çəkilmiş hündürlüyün h kvadratı bərabər m vur n düsturu var. Yəni buradan bura BH yazsam, olacaq BH-ın kvadratı bərabərdir AH vur HM. Burada onda AH 5 vur 1. Deməli BH-ın kvadratı oldu 5. Bura oldu BH oldu kök altında 5. Sonra buradan Pifagor yazırıq. B'min kvadratı bərabər kökdə 5'in kvadratı 5. Üstəgəl 1. O da elədi 6. Onda burada B'm də bərabər oldu kök altında 6'ya. O da olur D variantı. Bizdən B'mi soruşurdu. 71-ci sual. Diaqonalların sayı 35 olan düzgün çoxbucaqlının bir xarici bucağı soruşur. Diaqonalın üstü m vur m-2 m-3 bölü 2'dir. Bərabər 35'e. Buradan alırıq n kvadratı çıx 3n çıx 70 bərabərdir 0'a. Köklərimiz olur buradan 10 ilə -7.
Mənfi olmaz deyə onu götürürük. Bir xarici bucağın üstünü 360 böl n olduğu üçün 360'ı bölürük 10'a. O da eləyir 36. C variantı. Baxırıq indi 72-ci suala. Mərkəzi nöqtəsi olan çevrədə adi və AC çevrəyə toxunanlardır. Çevrənin toxunanlar isə o isə radiusu olduğu üçün toxunan radiusu nədir? Perpendikulyardır. Bura 90, bura 70, bura olur 20. İki toxunan arasındakı mərkəzə qədər məsafə həmişə tən bölən rol oynayır. Bura 20 isə bura da 20 olur. Bura 70 isə bura olur 110, açıq bucaqdır. O da buranı tapa bilərik. 180-dən çıxırıq 130-un, burada qalır 50. Bizdən elə buranı soruşur, ABC-nin olur 50 dərəcə. 73-cü sual. 73-cü sual 441-i vurğularına ayırsaq, bizə verir 21-in kvadratın. O da eləyir 3 vur 7-nin kvadratı. O da eləyir 3-ün kvadratı vur 7-nin kvadratı. Əbapod üstü azları götürürük. 3 üstü 3, 3 üstü 6. Deməli üstü az, 3 üstü 2-dir. K üstü 2, K üstü 7. Bu da K üstü 2-dir. Bərabər olmalıdır 3 üstü 2, 7 üstü 2. 3 üstü 2'lər ixtisar oldu. K üstü 2 bərabərdir 7 üstü 2'ye. Deməli K da bərabərdir 7'ye. K'yı soruşuru tapdıq. Cavab olur 7. Növbəti sualımıza baxırıq. 74-cü sual. Deməli 74-cü sualda bizə verib ki, çevrə xarici çəkilmiş 4 bucaqlı 3 arzı ləddlər verilib. Tərəfləri verilib. A-da 21, B isə x plus 3. Bu 4 bucaqlının perimetrini soruşur. Biz dedik 4 bucaqlının daxilində çevrə varsa, qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. Onda buradan yazırıq ki, bu ikisinin cəmi bərabərdir oturacaqların cəmini. 3x plus 8 bərabərdir x plus 24. 2x bərabərdir 16, x bərabərdir 8. Yəni 8'i tapdıq, perimetrini soruşur. 8 plus 3. Bura oldu 11. Bura 8 plus 2. Bura oldu 10. Bu da oldu 22. Hamısını topluruq. 10, 21, 22, bir də 11. Bu dedir 64. Düzgün cavabımız olur 64. Yəni perimetri 64. Baxırıq 75-ci sualımıza. Qruqlara ayırmadır burada. 4a kvadrat çıxıb b kvadratı müxlislərini ayırsaq. 2a minus b, 2a plus b, plus 2a minus b. Bu ikisini 2a minus b mötərizənin qarşısına çıxarsa 2a plus b plus 1 olur. Baxaq görə buna hansı uyğun gəlir? Buna uyğun gəlir A. İkinciyə baxırıq, müxlislərini ayırsaq. Bir dəfə toplasın yazırıq 2b. Bir dəfə də çıxmasın yazırıq 2b. Baxaq görə buna hansı uyğun gəlir? Bura uyğun gəlir B. 3 açıq, 2b çıx, 2. Sonuncuda yenə belə yazırıq. 5a plus 3 çıx 6a plus 1. Bir də yazırıq 5a üstəgəl 3 üstəgəl 6a minus 1. Bir dəfə toplaması, bir dənə çıxmasın. A kvadratımız B kvadrat kimi açdıq. Bu da bizə verir 4 minus a. Bir də 11a üstəgəl 2. Burada uyğun gəlir D. Həm D-yə uyğun gəlir, həm Y. 1 oldu A, 2'ye B, 3'e D ilə Y. Bugünkü izahlarımız bu qədər. Sağ olun.